Xoş gördük, dəyərli izləyicilər, əziz kanalımızın abunəçiləri, hamınızı əla təminli bir mənzildən salamlayıram. Bu günləri Yeni Yasamalda Vital Klinikasının yanındayıq. Burada 12 mərtəbəli yeni tikili binanın 9-cu mərtəbəsində 2 otaqlı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Burada mənzilin giriş qapısını görürsünüz. Giriş qapıdan daxil olduqda belə bir dəhliz isə bizi qarşılayır. Mənzilimiz yeni təmirdən çıxıb və təmirdən sonra yaşayış olmayıb. Açarları bizdədir. Günün istənilən vaxtı mənzilə baxış keçirdə bilərsiniz. Dəhliz hissəni gördünüz. Burada mənzilin sanitar qovşağı yerləşir. Yataq otağımız, bu hissədə mənzilin qonaq otağı yerləşir. Eyvan və burada isə mənzilin mətbəx hissəsi yerləşir. Hansı ki, həmin mətbəxə yataq otağından da keçmək mümkündür. Başlayaq birinci mənzilin qonaq otağından. Gördüyünüz kimi bu formada qonaq otağımız yerləşir. Pərdə, lüstr, spot işıqlar hər biri quraşdırılıb yerləşdirilmiş şəkildədir. İstilik sistemimiz kombidir, batareyalar da otaqlarda yerləşdirilib. Qonaq otağını görürsünüz, kifayət qədər genişdir, rahatdır, gün düşən bir mənzildir. Həm qonaq otağımız, həm yataq otağımız, həmçində mətbəxə gün boyu gün düşür. Gördüyünüz kimi qonaq otağımız bu tərəfdən də sizlərə göstərim. Burada eyvan yerləşir, eyvanda kombi aparatı, qaz sayğacımız yerləşdirilib. Burada isə mənzilin mətbəx hissəsini görürsünüz. Bu formadadır. Mətbəx möbilimiz də tam boy şəkildə yerləşdirilib. Əslində bu hissə eyvan hissə olub, divar buradan olub. Ev sahibi divarı götürərək bura çəkib, buranı qonaq otağı edib və burada belə bir gözəl mətbəx hissə yaratmışdır. Mətbəxdə tam boy şəkildə beləsinə şüşə pəncərəmiz yerləşir. Buradan mənzilin eyvanına çıxışımız da mövcuddur. Mətbəxi görürsünüz, kifayət qədər genişdir. Döşəmə isti döşəmədir. Rahatlıqla mətbəxdə hərəkət etmək mümkündür. Bura bir masa qoya bilərsiniz. Yemək masası, mətbəx mebeli burada yerləşdirilib. Moydadır. Burada qaz filtrəsi, aspirator hamısı quraşdırılmış şəkildədir. Həmçinin burada paltaryanın yeri nəzərə alınıb. Bu hissədə isə soyuducunu qoya bilərsiniz. Həmçinin burada qoymaq mümkündür soyuducunu. Yataq otağına buradan da keçmək mümkündür. Mən o tərəfdən keçəcəm. Yerindən qaydırıq mənzilin dəhliz hissəsinə. Yataq otağına keçməzdən öncə mən sizə sanitar qovşağını göstərim. Gördüyünüz kimi sanitar qovşağımız burada yerləşir və lazım olan bütün hamam, tualet aksesuarları ilə təmin olunmuş şəkildədir. Və son olaraqsa buradan keçən mənzilin yataq otağını sizlərə göstərim. Yataq otağımız da bu formadadır. Gördüyünüz kimi kifayət qədər genişdir. Rahatlıqla yataq otağı mebellərinizi, əşyalarınızı bura yerləşdirə bilərsiniz. İşıqlandırmasında lüstr və spot işıqlardan istifadə olunub. Kombi bateriyası da burada yerləşdirilmiş şəkildədir. Az öncə göstərdiyim mətbəxə buradan da keçmək mümkündür. Gördüyünüz kimi yataq otağımızda görürsünüz. Kifayət qədər genişdir, geniş ölçüyə malikdir. 65 kvadrat bir müsahidən ibarətdir mənzil. 12 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşir. Sənədlər tam qaydasındadır, kupça çıxarış mövcuddur, əldədir. Mənzili həm nağd şəkildə ala bilərsiniz, həm də dövlət ipotekası təsdiqlənmiş şəxslər buyurub müraciət edə bilərlər. İstilik sistemimiz kombidir, batareyalar da otaqlarda yerləşdirilib. Mənzil qanuni bir otaqdan 2 otağa ideal şəkildə düzəldilmiş şəkildədir. Hər bir otağın, həmçinin mətbəxə birinci işığına pəncərə düşməkdədir. Mənzilin qiyməti 152.000 manat start qiymət təyin olunub. Real alıcı ilə qiymətdə razılıq əldə olunacaq. Mənzilin açarları bizdədir. Günün istənilən vaxtı baxış keçirmək mümkündür. Mənzil haqqında bu qədər. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.